Dünya bazarlarında qara qızılın qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Çünki ölkə büdcəsinin 60%-dən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. London birjasında hazırda Azerlight markalı neft 41 dollar 58 sentə satılır. Bu il üçün Azərbaycan büdcəsinə neftin bir bareli 90 dollardan hesablandığını nəzərə alsaq, hazırki qiymətlərlə müqayisədə isə bu 55%-ə qədər ucuzlaşma deməkdir. Bəs yarısından çoxu neft gəlirləri hesabına formalaşan Azərbaycan büdcəsi kəsirini necə bağlayacaq? Dövlət neft fondunda neftin qiymətinin aşağı düşməsi əlaqədar olaraq gəlirlər müəyyən qədər azalır. Amma bizi narahat edən məqamlardan biri də dövlət neft fondundan dövlət büdcəsi olan transfert idi. Misal üçün, hər il biz təxminən 10-11 milyard manat dövlət neft fondundan transfert edirdik. Amma 2016-cı ilin dövlət büdcəsində yalnız 6 milyard manat transfert nəzərdə tutulub.